Siyasi ritorikası ilə özünü regional layihələrdən kənar qoyan Ermənistan indi papağını qoyub qabağına özündən yeni layihələr icad edir. Layihəsinə hələ ad da fikirləşib. Məğzi isə eynidir. Reallığı dərk etməməyin fonunda yerində çapalamaq. Ermənistan hakimiyyəti özündən velosiped ixtira edib və indi onu qonşu dövlətlərə sülh kəsişməsi adı ilə təqdim edir. Bu layihə yeni deyil və artıq neçə ildir bu mövzu ətrafında müzakirə aparılır. Bu fikirləri Sputnik Armeniyaya müsahibəsində erməni politoloq Vahey Ovanesyan deyib. Onun sözlərinə görə hökumət vaxtında Azərbaycanın təklif etdiyi dəhlizə dəhliz prinsipi ilə razılaşsaydı, indi vəziyyət tamam fərqli olardı. Lakin Paşinyan və komandası bütün fürsətləri əldən verərək ölkəni real layihələrdən məhrum etdi. Ermənistanın bugün üzləşdiyi problemlərin kökündə vaxtı ilə Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməməsini görürlər. Yəni əslində biz dəfələrlə Ermənistana təkliflər vermişdik. Hətta Laçınla bağlı, Zəngəzur dəhlizi ilə də bağlı, ümumiyyətlə kommunikasiya layihələrinin Ermənistandan keçməsi ilə də bağlı. Amma Ermənistan bu təkliflərinin, bu imkanların heç birindən istifadə etmədi. Ovanesyanın fikrincə region dövlətləri Ermənistansız da əməkdaşlıq edir. Paşinyan isə yeni məfhumlar yaradaraq layihələri dalana diriyir. Halbuki kommunikasiyaların açılmasından iqtisadi əməkdaşlığa dək bir çox məsələ region dövlətləri tərəfindən artıq 3 ildir ki, gündəmə gətirilib. Misal üçün biz Brüsseldə görüşlər keçirirdik. Konkret məsələləri razılaşırdıq. Gəlirdi Ermənistan o razılaşmaları pozurdu və yeni yanaşmanı ortaya qoymağa çalışırdı və bu gündə artıq bu yanaşma da mən hesab edirəm ki, bir daha onu göstərir ki, onlar real sülh barədə düşünmürlər. Ermənistan hakimiyyəti daha çox vaxt uzatmaq, daha çox Azərbaycana təzyiq göstərmək, daha çox gələcəkdə yenidən hansısa təxribatlara əl atmaq barədə düşünür. Politoloq Vahey Ovanesyanın fikrincə sülh kəsişməsi ifadəsi ilə bağlı hökumətin heç bir üzvü konkret nəsə deyə bilməz. Əslində Ermənistan hakimiyyəti özü üçün yeni dırnaqarası brend yaradıb. Əvvəldə Qarabağ münaqişəsinin hər iki tərəf üçün məqbul həlli adlı brend düşünmüşdülər. İndi də digər absurd fikirlə ölkəni təcrid vəziyyətində saxlamaq niyyətindədirlər. Bütün bunlar isə Ermənistan üçün vaxt və fürsət itkisidir.